Salam dəyərli dostlar, hər vaxtınız xeyir. Bu videoda mən 7-ci sinif dərsliyindən təbiət mühəndisləri mətninin və bu mətnlə bağlı bütün çalışmaların izahlarını verəcəyəm. Yəni səhifə 65-66-da yer alan bütün tapşırıqların izahını bu video vasitəsilə sizlərə verəcəyəm. Sualların izahına keçməzdən öncə sizlərdən kiçik bir xahişim var. Əgər kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv eləyin ki, biz də sizə daha çox dəstək olmağa davam eləyək. Növbəti günlərdə 7-ci siniflə bağlı müxtəlif tapşırıqların izahlarını kanalımıza yerləşdirəcəyik. Eyni zamanda kanalımızda abunə sayı artarsa, KSQ və BSQ-ləri də vaxtında izahlı şəkildə kanalımıza yükləyəcəyik. Və bu video əgər sizlərə faydalı olacaqsa, sonda baxarsınız. Əgər video sizlərə faydalı olarsa, videonu bəyənib, öz dəyərli şərhlərinizi bizə bildirməyi, eyni zamanda videonu öz yaxınlarınızla, dostlarınızla paylaşmağı da unutmayarsınız. İndi isə başlayaq izaha. İlk növbədə mətni diqqətli şəkildə oxuyaq, daha sonra tapşırıqların icrasına, yəni yerinə yetirilməsinə başlayaq. Təbiət mühəndisləri. Yəqin ki, 4500 il əvvəl qədim Misirdə tikilmiş Xoeps piramidası haqqında eşitmisiniz. Dünyanın 7 möcüzəsindən ən möhtəşəmi olan bu tikilinin hündürlüyü 139 metrdir. Şəkildə gördüyünüz yuvanın hündürlüyü isə 7 metrdir. Bununla belə, onu da möcüzə hesab etmək olar. Çünki yuvanın inşaatçıları boyları cəmi 1-2 sm olan həşəratlardır. Hər iki tikilini bir-biri ilə müqayisə etsək görərik ki, bu yuva daha əsrarəngiz bir möcüzədir. Əgər bu kiçik canlıların boyu insanların boyu qədər olsaydı, onların tikdikləri yuvanın hündürlüyü Xoeps piramidasının hündürlüyündən dəfələrlə çox olardı. İndi başlayırıq çalışma 1-in yerinə yetirilməsinə. Hesablamalar yolu ilə müəllifin gəldiyi qənaəti əsaslandırın. Müəllif belə bir qənaətə gəldi ki, əgər bu kiçik canlıların boyu insanların boyu qədər olsa, onların tikdikləri yuvanın hündürlüyü Xoeps piramidasının hündürlüyündən dəfələrlə çox olardı. Niyə bu cür qənaətə gəlir? Bunu hesablamaqla biz necə izah edə bilərik? Burada bir əlavə lövhə açdım. İndi burada biz hesablamanı aparacağıq. Daha sonra niyə belə olub, yəni niyə bu qənaətə gəlib müəllif, biz bunu izah eləmiş olacağıq. Baxın, ilk növbədə 139 metrə baxırıq. Demək, Xoeps piramidasının hündürlüyü 139 metrdir. Santimetrlə ifadə eləsək, 13900 santimetr almış olarıq. Və bunu tikən insanlardır, düzdürmü? Bunu tikən insandırsa, ortalama boyunda təxminən, yəni şərti olaraq 170 santimetr, yəni 1 metr 70 santimetr, onu da santimetrlə ifadə eləsək, 170 santimetr götürsək, 170 santimetr boyu olan bir insanlar 13900 santimetr olan bir obyekt tikir. Və eyni zamanda indi baxırıq, hündürlüyü 7 metr olan bir yuva görürük. Bu yuvanı isə həşəratlar tikirdi. Düzdürmü? 7 metrdə 700 santimetrdir. Düzdür? Və onların boyu nə qədərdir? Yəni həşəratların boyu nə qədərdir? 1-2 santimetr. Onu da 2 santimetr qəbul edək. Yəni 1 yazmayaq, 2 santimetr. Düzdürmü? Biz burada 13900-ü 170-ə bölsək, cavabımız olacaq, baxın yazırıq, 13900 bölünsün 170. Cavab olacaq 81,76. Yəni bunu indi biz 82 qəbul edə bilərik. Daha sonra 700-ü böləcəyik burada 2-yə. Bu da olacaq 350. Demək, həşəratların boyu 2 santimetrdir və 700 santimetr boyunda olan bir yuva düzəldə bilirlər. Yəni, özlərindən 350 dəfə böyük bir yuva düzəldə bilirlər. İnsanlar isə özlərindən 82 dəfə böyük yuva düzəldirlər. Demək, həşəratların boyu insanları qədər olsa, görün indi onlar nə hündürlüyündə bir şey inşa edə bilərlər. Görürsünüz, özlərindən 82 dəfə böyük, özlərindən 350 dəfə böyük. Təbii ki, bu daha böyükdür. Ona görə müəllif bu qənaətə gəlmiş olur. İndi isə davam eləyək, mətnin davamını oxuyaq. Termit adlanan bu kiçik həşəratların tikdiyi qüllələr çox mürəkkəb quruluşa malikdir. Burada bala termitlər üçün xüsusi otaqlar, termitlərin əsas qidası olan göbələklərin yetişdirildiyi istixanalar, ana termitin otağı və s. olur. Ən maraqlısı isə yuvalarda xüsusi ventilyasiya sisteminin olmasıdır. Bu sistem vasitəsilə onlar yuvanın içindəki hərarəti və rütubəti eyni dərəcədə saxlayır
Bunun üçün yuvanın içində xüsusi kanallar düzəldirlər. Görürsüz, yəni burada bir mühəndis işi gedir. Yəni insanlar qədər ağıl işlətmiş olurlar. Termitlərin maraqlı xüsusiyyətlərindən biri də yuvalarını çox yaxşı qorumalarıdır. Yuvanın divarlarında bir dəlik açılsa, həmin an həyəcan siqnalı verilir. Keşikçi termitlər başlarını divara vuraraq təhlükə yarandığını xəbər verir, vəziyyəti koloniyanın bütün üzvlərinə bildirir. Koloniya nədir? Elə burada biz bunun izahını verək. Koloniya bir məhəllə, qəsəbə, yəni bir yerdə yaşayan üzvlərdən söhbət gedir. Yəni koloniyanın bütün üzvlərinə bildirmək, yəni orada yaşayan o məhəllədə, o hissədə yaşayan bütün üzvlərə bildirmək deməkdir. Ata və ana termitin olduğu otağın girişi cəld divarla hörülür. Uçulan hissə həmin an işçi termitlər tərəfindən əhatə olunur və qısa müddətdə bərpa edilir. Termitlər çox planlı şəkildə hərəkət edir. Hər kəs üzərinə düşən işi yerinə yetirir. İndi baxırıq çalışma 2-yə. Sizcə termitlər nə üçün ilk növbədə ata və ana termitin olduğu otağın girişini bağlayırlar? Bunun səbəbi nədir? Bunun səbəbi ata və ananın idarəçi, başçı kimi qəbul olunması idi və onlara olan sədaqətlərini ifadə eləmiş olurdular. Yəni belə yaza bilərsiniz ki, onlar başçı idilər, yəni idarəçi idilər və ona görə də birinci növbədə onların yuvalarının qarşısı hörülmüş olurdu. Eyni zamanda əlavə olaraq qeyd edeyim ki, ana termitlər çoxlu yumurta qoyurlar. Ona görə də ona xüsusi qayğı göstərilir və bu qayğı nədir? Bunu əlavə məlumat olaraq sizlər üçün qeyd edirəm ki, ana termitə xüsusi qayğı göstərilir. Hətta o qədər qayğı göstərilir. Sonda digər termitlər tərəfindən ana termitə göstərilən qayğıdan sonra ana termit sovrulur, yeyilir, qurtarır. Ana termiti bir növ yemiş olurlar. Yəni bu da əlavə məlumat olaraq fikrinizdə qalmış olsun. Sonra termit yuvasında hər biri təxminən 2,5 sm enində saysız hesabsız hücrələr olur. Bu hücrələr bir-biri ilə ancaq termitlərin keçəcəyi böyüklükdə, yəni özlərinin böyüklüyündə eləyiblər ki, keçə bilsinlər. Dəliklərdə birləşir. Bu gözəl binaları tikərkən termitlərin istifadə etdiyi material isə sadəcə torpaq və öz selikləridir. Bu cür bəsit materialla içində labirintlər, ventilyasiya sistemi, su kanalları olan mürəkkəb sistemli yuvalar tikmək heyrətamizdir. Ən təəccüblüsü isə bu möhtəşəm yuvaları inşa edən termitlərin tamamilə kör olmasıdır. Fikir verin, onlar kör olaraq əgər bunu eləyirsə, görün kör olmasalar onlar nə eləyərlər? Onlar nə qurduqları, uzatdıqları otaqları görə bilirlər. Əlbəttə, təbiət möcüzələr mücrüsüdür. Canlıların ən kamili olan insana bəxş olunan ağıl belə bəzən kiçik həşəratlara verilən instinkti izah edə bilmir. İndi burada bizə çalışma təqdim olunubdur söz ehtiyatı ilə bağlı. Ventilyasiya, koloniya, hücrə, instinkt sözlərinin mənalarını kontekstə görə izah edin. Kontekstə görə o deməkdir ki, yəni yerləşdiyi yerə görə. İndi ilk növbədə biz ventilyasiyanın mənasını izah eləməyə çalışaq. Görə ventilyasiya sözü harada işlənibdir? Kursivlə verilmiş yazıda görür ki, ventilyasiya burada işlənib. Ən maraqlısı isə yuvalarda xüsusi ventilyasiya sisteminin olmasıdır. Ventilyasiya nədir? Qapalı məkanın havasını xüsusi cihazla, məsələn ventilyatorla dəyişmə prosesinə havalandırmaya deyilir. İndi burada da ventilyasiya havalandırma mənasını, yəni kontekstə uyğun, yerləşdiyi yerə görə, işləndiyi cümləyə görə havalandırma mənasını, yəni havalandırma sisteminin olması anlamını ifadə etmiş olur. Koloniyanın mənasını bayaq izah elədik. Koloniyanın mənası odur ki, yəni məhəllə, qəsəbə, eyni yerdə yaşamaq anlamını ifadə edir. Hücrə sözünə gəlincə isə hücrələri də bayaq eyni zamanda izah elədik ki, hücrə içində olan kiçik otaqlardır. Yəni 2,5 sm enində saysız hesabsız, yəni çoxlu sayda hücrələr, yəni kiçik otaqlar inşa edirlər həmin o qalacığın, həmin o yuvanın içində. Daha sonra növbəti hissəyə baxaq. Növbəti hissədə bizdən demək instinkt sözünün mənasını istəyir kontekstə görə və burada instinkt sözünü mətnin sonuncu cümləsində görürük. Canlıların ən kamili olan insana bəxş olunan ağıl belə bəzən kiçik həşəratlara verilən instinkti izah eləyə bilmir. Yəni qeyri-adi hissi izah eləyə bilmir. Duyğunu, qeyri-adi reaksiyanı izah eləyə bilmir. Çünki onlar o qədər möcüzəli bir iş görürlər ki,
insan ağlı belə onu izah eləyə bilmir. Demək, instinkt sözünün mənası nə olacaq? Qeyri-adi hiss, duyğu, qeyri-adi reaksiya anlamındadır. İndi burada bizə demək, yazı ilə bağlı bir tapşırıq verilibdir. Aşağıdakı şəkli şərh etməklə termit yuvası haqqında esse yazın. Mən sizin üçün öncədən bir esse yazıb hazırlamışam. Bunu rahatlıqla özünüz üçün qeyd edə bilərsiniz. Baxın, burada esseni qeyd eləmişim. Esse. Təbiətin mühəndisləri, bax, belə qeyd eləmişik adını və termitlər, bu cür əlavəsi də qeyd olunubdur. Təbiət möcüzələrlə doludur. Termitlərin tikdiyi yuvalar bu möcüzələrin bariz nümunəsidir. Kiçik olsalar da bu canlıların qurduğu yuvalar olduqca mürəkkəb və funksionaldır. Onların inşa etdikləri tikililər təbii iqlimə uyğunlaşır. Ventilyasiya sistemi ilə təchiz olunur, hətta qida istehsalı üçün sahələrə malikdir. Yuvada ventilyasiya şaxtası havalandırmanı təmin edir. Göbələk istixanaları isə termitlərin qida ehtiyatını qarşılayır. Bala termitlər üçün ayrıca otaqlar, ana termit üçün xüsusi bölmə ayrılır. Bu termitlərin təşkilatlanma bacarığını göstərir. Termit yuvalarına baxdıqda bu kiçik canlıların çalışqanlığı və əmək bölgüsü insanı heyran edir. Təbiət bizə bir daha sübut edir ki, intizam, əmək və birlik böyük nəticələri verir. Bax, bunu yazmaqla siz doğru cavablandırmış ola bilərsiniz bu çalışmanı. Demək, çalışma 4-ün də izahını bax, beləcə vermiş olduq. İndi 5-ə baxırıq. Mətndə qırmızı rənglə verilmiş sözdə hansı qrammatik səhvə yol verilib? Mətndə qırmızı hərflərlə verilmiş söz, baxın, budur, malikdirlər sözüdür. Termit adlanan bu kiçik həşəratların tikdiyi güllələr çox mürəkkəb quruluşa malikdir. Malikdi olmalıdır, lər orada olmamalıdır. Nəyə görə? Xəbər cəmdə işlənməməlidir, çünki qüllələr cansızdır. Biz bilirik ki, mübtəda cansızla ifadə olunsa, xəbərdə təkdə olmalıdır. Qüllə cansız bir obyektdir və o xəbərdə necə olmalıdır? Xəbərdə təkdə olmalıdır, cəmdə yox. Yəni, burada lər işlənməməlidir. Əgər uşaqlar, məsələn, uşaqlar canlıdır, düzdür? Uşaqlar sözü işlənsəydi, uşaqlar məktəbə gedirdilər olar. Yəni, sonda xəbər lərlə ifadə olunar. Gedirdilər, cəmdə işlənir. Çünki canlı, mübtəda canlı olanda xəbərdə cəmdə olur. Amma burada mübtəda cansız varlığı ifadə elədiyinə görə xəbərimiz təkdə olmalıdır. Yəni, cümlənin sonunda verilir və xəbərdir bu. Bu da belə. Daha sonra çalışma 6-ya baxırıq. Mətndə göy rənglə verilmiş sözlərin sualını müəyyən edin. Onların aid olduğu nitq hissəsini tapın. Bu sözləri hansı nitq hissəsi hesab edirsiniz? Fikrinizi əsaslandırmaq üçün arqumentlər gətirin. Demək, ilk növbədə başlayırıq burada tikilmiş sözündən. Üzərində miş şəkilçisi var, feil sifətin şəkilçisidir. Yəni, nitq hissəsi baxımından feildir. Daha aydın desək, feil sifətdir. Və hansı sualına cavab verir? Hansı? Feil sifətin suallarından biri də hansıdır? Demək, tikilmiş sözü oldu feil, daha dəqiq desək, feil sifət və hansı sualına cavab vermiş olur. Daha sonra eyni səhifədə elə deyəsən başqa sözlər də verilmişdi. Uçulan sözü. Uçulan sözündə də eyni zamanda an qrammatik şəkilçisini görürük, yəni feil sifətin şəkilçisi. Yəni, bu sözdə eyni zamanda feildir, daha dəqiq desək, feil sifətdir və hansı sualına cavab verir? Hansı? Sonra keçək növbəti hissədə olan sözümüzə. Burada da ucaltdıqları sözünü görürük. Dıq feil sifətin şəkilçisidir. Yəni, bu sözdə eyni zamanda feildir. Daha dəqiq desək, feil sifətdir və eyni zamanda hansı sualına cavab verir? Yəni, onların hər birinin cavabını sizlərə təqdim edelim. Yəni, deyir ki, mətndə göy rəngdə verilmiş sözlərin sualını müəyyən edən sualı, hər birinin sualı hansıdır? Hansı sualına cavab verirlər? Onların aid olduğu nitq hissəsi feildir. Daha dəqiq desək, feil sifətdir hər biri. Bu sözləri hansı nitq hissəsi hesab edirik? Təbii ki, feil. Daha dəqiq desək, feil sifət. Fikrinizi əsaslandırmaq üçün arqument gətirin desə, deyə bilərsiniz ki, məsələn, nəyə görə hansı sualına cavab verən sözü siz feil hesab edirsiniz? Axı, hansı sualına cavab verən söz əlamət bildirən söz, yəni sifət olmalıdır. Deyə bilərsiniz ki, ay müəllim, bəs o söz inkarda işlənir. Yəni, sifət inkarda işlənə bilməz axı. Məsələn, deyirik ki, tikilmiş, tikilməmiş. Düzdür? Orada qeyd olunmuş sözlərdən deyirəm. Tikilmiş, tikilməmiş.
Uçulan, uçulmayan, uzatdıqları, uzatmadıqları. Sifət inkarda işlənə bilməz, fe'l isə inkarda işlənə bilir. Hansı sualına cavab verən sözü inkarda işlədə bilirəmsə, o fe'ldir və daha dəqiq desən fe'li sifətdir. Belə dəyərli şagirdlər, yaxın dəqiqələr ərzində sizlərə faydalı olmağa çalışdıq. Əgər bu video sizlərə faydalı oldusa, videonu bəyənməyi, öz dəyərli şərhlərinizi bizə bildirməyə, ən əsası da kanalımıza abunə olub, dostlarınızı da bizim kanalımıza dəvət etməyi unutmayın. Gələn görüşlərə qədər hələlik.